uşaqlar, Azərbaycan xanlıqları nə zaman parçalandı? 1747. Hansı hadisədən sonra? Nadir Şah dönemindən sonra. Aha, Nadir Şah nə zaman imperiya yaratmışdı? 1736. Aha, yaxşı, onda deyin görüm. Hansı xanlıqlar idi ki, birləşdirmə siyasəti aparmışdı İsmail? Quba. 1. Qubanı göstər xəritədə. Quba, Şəki. Qubanı Şəkini xəritədə göstərin. Quba 7'dir. Quba 7, Şəki 5, Urmiya 15. Urmiya 15, bir də Qarabağ 3. Doğrudur. Yaxşı, onda desəm ki, Nahid nə zaman Qarabağa Urmiyalı Fətəli yürüş elədi? 1780-81. Qubalı Fətəli 80-81-də yürüş elədi. Bəs onda 59-da kim yürüş eləmişdi? Urmiya. Urmiya, doğrudur. Urmiyanı rəqəmlə göstərin. 15. 15, doğrudur. Yaxşı, əyləş. Onda desəm ki, hansı xanlıqlarda Xalid II hakimiyyəti mövcud olubdu? Gəncə Şamaxı. Gəncə, Şamaxı. Xəritdə Gəncə ilə Şamaxını göstərin. 54 Gəncədir, Şamaxıda 6. Aha, doğrudur. Yaxşı, onda Barat desəm ki, hansı xanlıq idi ki, deməli, bu xanlığın əsasını Pənahəli xan qoymuşdu? Qarabağ xanlığı, doğrudur. Bəs yaxşı, onda hansı xanlıqda məlikliklər separatçılıq fəaliyyətinə məşğul olubdu? Elə Qarabağda, doğrudur. Qarabağda xəritdə göstər. 3. Aha, yaxşı. Onda uşaqlar, kim mənə Qubalı Fətəli xanın birləşdirdiyi əraziləri ardıcıl saya bilər? Ramal saya bilərsən? Say. Qarabağ. Yox. Ramal say görüm, say İsmail. Təbriz. Urmiya. Yox, Ramal say. Qubalı Fətəli xanın birləşdirdiyi ərazilər. Bakı Bakı neçəncidə birləşdi? 1767, sonra 59, Hansı yolla birləşmişdi Bakı? Nikah diplomatiyasından. Bakıdan əvvəl hara birləşmişdi? 59 Dərbənd 8, aha. 67 Bakı, 68. 68. Haraydı 68? İsmail haraydı 68? Yox, 68. Yaşadığı. Şamaxı xanlığı. Şamaxı xanlığı neçədir rəqəmlə? Şamaxı 6. Şamaxı 6. Bəs yaxşı. 1784-cü Qubalı Fətəli xan hara yürüş eləmişdi? Aha, yaxşı. Onda desək ki, uşaqlar, 85-ci ildə Lənkəran Şəki. Lənkəran Şəkini Aysun xəttdə göstər. Lənkəran 10. Şəkidə 5. Aha, yaxşı. Onda desək ki, hansı uşaqlar qulaq asırıq? Deməli, Qızılqaya xəyanəti nə vaxt olubdu? 1752. 52-ci də Qızılqaya xəyanətində iştirak etmiş xanlıqlar Humay hansılar idi? Naxçıvan, Qarabağ, Qaradağ, ondan sonra İrəvan, Gəncə. Gəncə, əla. Yaxşı, Şiraz qonaqlığı nə vaxt olubdu? Şiraz qonaqlığı nə vaxt olubdu? 1755. Şiraz qonaqlığı. 63. 63. Şiraz qonaqlığı iştirak etmiş xanlıqlar. Naxçıvan, Qarabağ, Qaradağ, Xoy, Sərab. Xoş Sərab, bəli. Yaxşı, onda desəm ki, Pənahəli xanın özünə birləşdirdiyi xanlıqlar. Təbriz. Urmiya. Pənahəlinin özünə birləşdirdiyi xanlıqlar. İrəvan, Ərdəbil, Gəncə, Naxçıvan. Bəs yaxşı, onda